Əziz Şiə həmvətənim, imamət məsələsində səninlə eyni fikirdə olmayan insanların Şiəliyə görə, yəni Şiə elmi mənbələrinə görə, Şiə alimlərinə görə qeyd şərtsiz təkfir olunması, kafir elan edilməsi barədə xəbərlərlə tanışsanmı? Ola bilsin ki, necə ola bilər? Axı mən Xameyni ağanın, Sistani ağa və digərlərinin İslam ümmətində qardaşlığa çağırışlarını eşitmişəm. Belə şey ola bilməz deyəcəksən. Amma bu video çarxı izləsən, onların Şiədən başqalarına hansı formada müsəlman dediklərini, niyə Şiələrin cənazə namazlarında 5 dəfə Allahu Əkbər, qeyri-Şiə müsəlmanların cənazə namazında 4 dəfə deyilməsinin arxasındakı sirri öyrənəcəksən. Qeyd edək ki, dediklərimizin isnadı həm üsuli, həm də əxbari çoxsaylı Şiə alimlərinin mötəbər sözləridir. Hər bir isnadı dəqiq göstərmişik ki, bundan sonra artıq ancaq həqiqətləri görmək qalır. Bunları öyrəndikdən sonra bu etiqada dərindən daxil olan birisinin İslam ümməti ilə qardaşlığa çağırmasının nə qədər səmimi olması barədə fikirlərini bilmək istərdik. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. İmamət məsələsi erkən Şiə alimlərinin nəzərində bir mənalı olaraq dinin üsulundan sayılırdı və imaməti qəbul etməyənlər heç bir ixtilaf olmadan kafir hesab olunurdu. Bu barədə Şiələrin ən böyük alimi Şeyx Əl-Müfid yazır. İmamilər ittifaq ediblər ki, imamlardan hər hansısa birinin imamlığını inkar edən və onlara Allahın vacib etdiyi itayət fərziyyətini rədd edən kafirdir, sapıqdır, atəşdə əbədi qalmağa layiqdir. Şiələrin tanınmış alimlərindən İbn Babaveyh Əs-Saduq deyir, möminlərin əmiri Əlinin və ondan sonraki imamların imamlığını inkar edən barəsindəki etiqadımız budur ki, o, bütün peyğəmbərlərin peyğəmbərliyini inkar edənlə eyni mərtəbədədir. Möminlərin əmiri Əlini təsdiq edən, lakin ondan sonraki imamlardan birini inkar edən haqqında etiqadımız isə budur ki, o, bütün peyğəmbərləri təsdiq edib, bizim peyğəmbərimiz Muhammedin sallallahu aleyhi və alihi və səlləm peyğəmbərliyini inkar edənlə eyni mərtəbədədir. Şeyx-ü Taifə ləqəbi ilə tanınmış Əbu Cəfər Ət-Tusi yazır ki, imaməti inkar etmək küfürdür. Necə ki, peyğəmbərliyi inkar etmək də küfürdür. Çünki bu ikisindən cahil olmaq eyni ölçüdədir. Cəmaləddin İbn Əl-Mutahhar Əl-Hilli yazır. İmamət bizə görə ən əzəmətli ərkanlardan biridir və onsuz iman sabit olmur. Şiələr bu etiqadlarını dəstəkləmək üçün imamlarına bəzi sözlər nisbət edirlər. Misal üçün, Əl-Kuleyni isnadı ilə rəvayət edir ki, güya Əbu Cəfər Əs-Sadiq deyib, İslam 5 şey üzərində bina edilib. Namaz, zəkat, həc, oruc və vilayət. Heç bir şey vilayətə çağırıldığı kimi çağırılmayıb. İnsanlar isə 4-ünü götürdülər və bunu tərk etdilər. Bir məsələnin üsul-i dindən və ya üsul-ül məzhəbdən hesab edilməsi, həmin məsələnin küfür və imanla əlaqəsi olması deməkdir. Şiələrdə Əş-Şəhid Əs-Səni ləqəbi ilə tanınan Zeynuddin Əl-Əmili Həqaiqul İman kitabında bu problemi müzakirə edir və qeyd edir ki, Şiə alimləri 2 şəhadət kəlməsi ilə kifayətlənənlərə müsəlman hökmü veriblər. Lakin eyni zamanda küfrün tərifində onu imanın yoxluğu kimi müəyyən ediblər. Həmçinin daha əvvəl təqdim etdiklərimizdən bildin ki, İmami tayfasına görə imamların imamlığını təsdiqləmək imanın üsulundandır. Necə ki, bu onların məzhəblərində zəruri olaraq bilinən bir şeydir və bunu daha əvvəl onlardan Əl-Muhaqqiq Nəsiruddin Ət-Tusi aşkar sözlərlə nəql etdi. Heç şübhə yoxdur ki, tərkib hissəsi olan əslin yox olması ilə bir şey tamamilə yox olur. Beləliklə də
iki şəhadəti təsdiq etmiş olsa da, sözü gedən təsdiqi həyata keçirməyənin küfrünə hökm etmək lazımdır və bu, həm də 12 imamın imamlığını təsdiqləməyən kəsə müsəlman hökmü verməklə də uyğun gəlmir. Əş-Şəhid Əs-Səninin burada qeyd etdikləri problemi oxucuya çatdırmaq məqsədini daşıyır. Yəni, əgər imamət dinin əsillərindən bir əsildirsə və əsil yox olduqda, din özü də yox olmalıdırsa, o zaman imaməti qəbul etməyənlərə müsəlman hökmü vermək necə mümkün ola bilər? Əş-Şəhid Əs-Səni bu problemin həllini belə izah edir. Bunun cavabı budur ki, iki hökm arasında uyğunsuzluq yoxdur. Belə ki, sözü gedən təsdiqi olmayan kəsin həqiqətdə kafir olduğuna hökm edirik və onun müsəlman olduğuna hökm etmək sadəcə zahirdədir. Beləliklə də iki hökmün yeri fərqlidir. Ona görə də uyğunsuzluq yoxdur. Əl-Amili daha sonra sözünün davamında buyurur ki, İmami şiyələri sünnət əhlinin zahirən müsəlman olub olmamasında ixtilaf ediblər. Bir qrup onların zahirəndə kafir olduqlarını desə də, əksəriyyət zahirən müsəlman hökmü veriblər və daha sonra əlavə edir. Aşkar olan budur ki, bu ixtilaf ləfsidir. Çünki onların müsəlman olduqlarını deyənlər bununla İslam hökmlərinin çoxunun onlar üçün keçərli olmağını qəsd edirlər. Bununla heç də onların həqiqətdə müsəlman olduqlarını qəsd etmirlər. Çünki eyni zamanda onların cəhənnəmə girəcəklərinə dair icma nəql edirlər. Bu icmanı Əl-Murtada Ər-Risale Əl-Bəhirə Fi Fədl Əl-İttirati Tahirə adlı risaləsində belə təsdiq edir. Onları, yəni imamları bilmək, Allahu Teala'nı bilməkdə olduğu kimi iman və İslamdır və onlardan cahil olmaq, onlarda şək etmək, Allah haqqında cahil olmaq, Allaha şək etməkdə olduğu kimi küfürdür və imandan çıxmaqdır. Bu məqam Peyğəmbərimizdən və ondan sonra möminlərin əmrindən, onun kökündən olan imamlardan hamısına salam olsun, başqa bəşəriyyətdən heç kəsə aid deyildir. Bizim zikr etdiklərimizin onlara salam olsun, imamlığını bilməyin imandan olmasına, bunda xələlin küfür və imandan dönmək olmasına dəlalət edən dəlil budur ki, İmami şiyələr bunda icma ediblər. Belə ki, onlar bunda ixtilaf etmirlər. Buradan anlaşılır ki, əksər İmami şiyələri sünnət əhlini zahirən müsəlman hesab etsələr də, onları batinən kafir hesab etməkdə ixtilaf etməyiblər və icma ilə onların cəhənnəmlik olduqlarına hökm edirlər. Hətta bəzi alimləri qeyd edirlər ki, imamların inkarı peyğəmbərlərin inkarından daha ağır, daha pistir. İbnül Mutahhar Əl-Hilli yazır. İmamət ümumi lütfdür, nübüvvət isə xüsusi lütfdür. Çünki hansısa zaman kəsimi diri bir peyğəmbərdən xali ola bilər, imam isə belə deyildir. Ümumi lütfü inkar etmək, xüsusi lütfü inkar etməkdən daha şərlidir. Bəzi müasir şiyələr iddia edirlər ki, imamət məsələsi müasir üsulü alimlərin çoxuna görə dinin əsaslarından yox, məzhəbin əsaslarından sayılır. Bununla əldə etməyə çalışdıqları təsəvvür isə budur ki, güya məzhəbin üsulundan olan şeylərə görə təkfir edilmir. Misal üçün, müasir şia alimlərindən Muhammed Asif Əl-Muhsini yazır. Sonra bil ki, imami şiyələrinə görə imamət məsələsi furdan yox, üsuldan olsa da, lakin üsulül məzhəbdən sayılır, üsulü dindən deyildir. Onu inkar edən İslam dinindən çıxmaz, ancaq şiə məzhəbindən çıxar. Beləliklə də imaməti inkar edən müsəlmandır, mömin deyildir. Beləliklə də bu kimi sitatlardan elə nəticə çıxarmaq olar ki, imamət dinin üsulu olmadığı üçün yuxarıda dediklərimiz keçərli olmaz. Lakin bu, həqiqəti haqqı ilə təmsil etmir, doğru olanı tam çılpaqlığı ilə ortaya qoymur. Doğru olan budur ki, imamətə üsulü din yerinə üsulül məzhəb demək digər firqələrə zahirən müsəlman hökmü vermək üçün ortaya atılmış bir incəlikdir. Amma 12 imam şiyəsi olmayan hər kəs imami şiyələrinə görə batində kafir hesab olunur. Gəlin müasir üsulü məktəbinin ən bariz üzvlərindən biri olan Əbul Qasim Əl-Xoyinin sözləri ilə tanış olaq.
O, ümumiyyətlə 12 imam şiələrinə müxalif olan firqələrin, xüsusilikdə isə sünnət əhlinin hökmdən danışarkən, xəlifəlik mənasındakı vilayətin dinin zərurətlərindən yox, məzhəbin zərurətlərindən olduğunu qeyd etdikdən sonra, mövzunun axırında yekun rəyi belə ifadə edir. Doğru olan budur ki, 12 imam şiələrinə müxalif olmuş bütün firqələrin təmizliyinə və zahirən müsəlman olmaqlarına hökm olunar və burada sünnət əhli ilə digərləri arasında fərq qoyulmaz. Bununla belə, onlar hamısı həqiqətdə kafirdirlər və onlar bizim dünya müsəlmanı, axirət kafiri adlandırdıqlarımızdandırlar. Gördüyümüz kimi, Əl-Xoyi imaməti üsul-i dindən deyil, üsul-i məzhəbdən saymasına baxmayaraq, yenə də müxaliflərin həqiqətdə kafir olduqlarını deyir. Dinin üsulü ilə məzhəbin üsulü arasındakı fərqi Şiə alimi Şihabuddin Əl-Məraşi Ən-Nəcəfi belə izah edir. İslam dininin əsasları iki qismdir. Ondan bir qismi o əsaslardır ki, fiki məsələlərdə kiməsə müsəlman hökmü vermək ondan asılıdır və bura tövhid şəhadəti və risalət şəhadəti aiddir. Digər qismə gəldikdə isə, bundan yalnız axirətdə qurtuluş, Allahın əzabından xilas olmaq, onun razılığını qazanmaq və cənnətə daxil olmaq asılıdır. Beləliklə də, bu qismi etiraf etməyənlərə cənnətə daxil olmaq haramdır və kafirlər zümrəsinin içərisində atəşə atılacaqlar. Bu ikinci qismə imamət etiqadı, imamı etiraf etmək aiddir. Bu məsələ Şiə alimləri arasında o qədər məşhur və sabit bir məsələdir ki, hansı məktəbə aid olmasından asılı olmayaraq, İmami Şiələrin alimləri bunu kitablarında təsdiq edirlər. Yuxarıda Şiələrin fəqihlərindən, üsulilərindən misal verdik. Şiə tayfasına aid olan filosoflar da bu nöqtədə fərqlənmirlər. Misal üçün, Muiniddin Əş-Şirazi yazır. Əgər soruşsan ki, buna binaən xilaf əhlinin kafir olması gərəkdir. Halbuki alimlərimizin əksərinə görə onlar müsəlmanlar zümrəsindəndir. Cavabımız budur ki, onların digər kafirlər kimi cəhənnəmdə əbədi qalmaqları mənasında kafir olmaqlarında alimlərimiz ixtilaf etmirlər. Başqa necə ola bilər? Qurtulmuş haqq ittifaqına əsasən imamət dinin üsulundandır və dinin əsaslarından bir əsası inkar edən kafir olur. İxtilaf sadəcə olaraq onlara kafir hökmünün bu dünyada tətbiq olunması ilə bağlıdır. Əshabımızdan Əl-Mürtəda kimi bəziləri bu rəydədir, əksəriyyəti isə digər rəydədir. Əl-Məclis də təsdiq edir ki, möminlərin əmirinin və onun nəslindən olan digər imamların imamlığına etiqad etməyənlər və başqalarını onlardan üstün tutanlar barəsində küfür və şirk sözlərinin işlədilməsi onların əbədi cəhənnəmlik olmaqlarına dəlalət edir. Şiə alimləri səhabələri təkfir edərkən, onlara əbədi cəhənnəmlik hökmü verərkən də ən əsas səbəb olaraq Əlinin imamlığını inkar etməklərini göstərirlər. Şeyx Əl-Müfid ilk 3 xəlifənin zalim asilər olduğunu dedikdən sonra heç bir tərəddüd etmədən onların zülmlərinə görə cəhənnəmdə əbədi qalacaqlarını yazır. Həmçinin möminlərin əmrinə qarşı vuruşmuş Basra və Şam əhlinin hamısı kafirdir, sapıqdır, məlundur və onlar buna görə atəşdə əbədi qalacaqlar. Bu, Əliyə qarşı çıxmağı Allaha və elçisinə qarşı çıxmaqla eyniləşdirməkdir. Burada Əl-Qadi Abdülcəbbarın sözlərini bir daha xatırlamalıyıq ki, İmami şiələri ilə digər firqələr arasındakı ayrışma nöqtəsi məhz imamət məsələləridir. Digər məsələlər ixtilafların periferiyasına düşür və ciddi bir əhəmiyyət kəsb etmir. Əksinə, bu məsələdə tutulan mövqe digər məsələlərə baxış açısına da təsir edir. Çünki digər firqələr ittifaq edirlər ki, etiqad baxımından bir müsəlmanın qurtuluşu üçün tələb olunan 2 etiqad vardır: tövhid və nübüvvət. İmami şiələri bu cəhətdən digər firqələrdən seçilirlər. Nəsruddin Ət-Tusi yazır. İmamilər digərlərindən onunla fərqlənirlər ki, onlara görə cənnətə daxil olmaq və qurtuluş yalnız Muhammedin ailəsinin vilayətini qəbul etməkdən
ve onların imam olduqlarına etiqad etdikdən sonra mümkündür. Digər İslami firqələrə gəldikdə isə onlar ittifaq ediblər ki, qurtuluşun əsli iki şəhadət kəlməsini iqrar etməkdir. Ona görə də Əl-Mufid kimi bir şia aliminin bu sözləri qəribə səslənməməlidir. Vilayət məsələsində haqqa müxalif olanın ölüsünü yumaq və ona cənazə namazı qılmaq iman əhlindən heç kimsə üçün icazəli deyildir. Yalnız zərurət tələb etdikdə bunu təqiyyə baxımından etməsi istisnadır. O zaman xilaf əhlinin yuduğu kimi yumalıdır. Ona cənazə namazı qılmalı olsa da, namazında onu lənətləməli və onun üçün dua etməməlidir. Əl-Muhaqqiq Əl-Bəhrani yazır ki, Şeyx Ət-Taifə Ət-Tusinin Ət-Təhsif kitabında yazdıqlarının zahirindən anlaşılan budur ki, Şeyxi Əl-Mufid ilə bu məsələdə razılaşır. Əl-Bəhrani əlavə edir ki, bu həmçinin Əbus-Salah Əl-Hələbi, Səllər Əd-Deyləmi, İbn İdris Əl-Hillinin məzhəbidir və özü də bu məzhəbi aşkar olan haqq hesab edir. Buyur, bax, əziz izləyici, Şiəliyin bütün məktəbləri öyrədir ki, kəlime-i şəhadəti desə belə, namaz qılsa belə, oruc tutsa belə, bir məsələdə onlarla razılaşmayana görə, əhli sünnəyə, özlərindən qeyri kəsə kafir desinlər, üzdə onunla müsəlman müamiləsi etməli olsalar belə, qəlblərində onları cəhənnəm əhli görsünlər. Bəs nə oldu? Pafoslu ümmət, qardaşlıq çağırışları.